Gecə yarısı bizim dinimiz belə dindir, deyir, oyan 40 dənə mömini dua elə. Heç özvə eləməsən də olar. Allah neçə bərabərini özvə verəcək. 40 möminin hər gün dua eləyən adam səhər də onun hacətinin həll olunması üçün çalışar. Problemlərinin həll olunması üçün çalışar. Eşitdinizsə bir adamın problemi var, gözləməyin gəlsin sizə desin. Əlinizdən gəlir kömək eləyin. Gəlmirsə gedin dua eləyin. Bir qəmin qüssəsini hansısa şəkildə dağıdın. Görürsən evdə oturub dərdlidir, zəng elə, imkanın yoxdur, dinən gəl gedə bir yerdə çay içək. Otur, biraz danış, fikrini dağıt, hansısa bir yolla xidmət göstər. Bu insanlığın əlamətidir. Və bunun xeyri ondan çox özünə qayıdır ki, Allah sənə 100 dənə bəla göndərəcəkdir. Birinin çətinliyini həll eləməklə o 100 bəlanın 50-sini məsələn səndən uzaqlaşdırır. İnsanlara xidmət böyük adamların xüsusiyyətidir. Kəbəni təvaf eləyirdi, gəldi qulağına nəsə dedi İmam Sadiqlə. İmam dedi, o sənə nə dedi? Bu da ona nəsə cavab verdi, o getdi. Bu dedi ki, məndən bir istəyi var, dedim gözdə təvafı qutarım, gəlim müşkülü həll edir. İmam dedi ki, saxla təvafı, təvafı yaxlasın, saxla yarımçıq, get. Get, onu həll elə, onu həll eləməyin 70 təvafdan, filan şeydən üstündür.